Əşi bəsdir də. Hamı ilə çıxıb antioksidant deyir. Biri də izah eləsin görək bu antioksidant nə olan şeydir. Bədənimiz xaricdən çikləndiyi kimi daxildən də çiklənir və həmin o çikli hüceyrələr bizim təmiz, sağlam hüceyrələrimizi məhv eləməyə çalışır. Onlara radikal deyirlər, yeni çikli hüceyrələr və onların sayı artdıqca biz tez-tez xəstələnməyə başlayırıq. Həmin bu xəstəliyin qarşısını almaqdan ötürü onlara qarşı maddələrdən, vitamin, mineral və bitki tərkibli maddələrdən qəbulləməliyik ki, biz xəstələnməyək. Və bizim bu navamizin tərkibində A, Y, C vitamini var. Bu, Novosibirsk və Minsk alimlərinin birgə icadıdır və şiş hüceyrələrindən əziyyət çəkən xəstələr üçün yaradılmış bir kompleksdir. Onlara dəstək olmaq üçün yaradılmış bir kompleksdir və bizi bütün növ xəstəliklərdən qoruyur, immun sistemimizi möhkəmləndirir və bizi sağlam edir.